Elmin qapısı Əliyə Murtəza buyurur, ağlaya bilməmək ürəyin daş olmağındandır. Ürəyin daş olmağı da günahların çox olmağındandır. Günahların çox olmağı da uzun-uzun arzulardandır. Uzun-uzun arzularda ölümü yaddan çıxartmaqdandır. Ölümü unutmaq da dünyanı və onda olan şeyləri və işləri sevməkdəndir. Və bu dünyanın sevgisi də bütün xətaların və günahların başlanışıdır. Həzrət Əlidən vacib və qəribə şeylərdən və insanın çətin anından və belə-belə hallardan soruşdular, buyurdu. Vacib Allaha itaət etməkdir və ondan da daha vacib olan günahı tərk etməkdir. Yaxın qiyamətdir və qiyamətdən də yaxın olan ölümdür. Əcib dünyadır və ondan da daha əcib olan dünyaya ürək bağlamaqdır. Çətin qəbirdir və ondan da daha çətin olan əliboş qəbir evinə getməkdir. Mənim əzizlərim, Həzrət Əlinin bu sözlərinin mənası o deyil ki, iş peşəmizi buraxaq və həmişə ibadətdə olaq. Bəlkə demək odur ki, pul qazanmaq bizim son məqsədimiz olmasın. O cür hədislərdə də görürük, halal maaşın qazanmağı və ailənin ruzusunu təmin etmək çox-çox da savabdır. Pəs ölümü və qiyamətin sorğu-sualını unutmayağın və son məqsədimiz ancaq Allahın razılığını qazanmaq olsun. Dostlar, həyatınız həmişə Allahın bərəkəti ilə dolsun. Diliniz də onun zikri ilə və ürəyiniz də Allahın huzur və nuru ilə parlasın.